Negativ düşüncə gələndə ən çətini onu dəyişdirməkdir. Çünki okey, mən qınamaya bilərəm, amma o enerji oyandaq, mən sonra bunu neyim? Burada bunu keçən dəfə də dediyim kimi suala çevirmək olar, faktı səsləndirməyə də çevirmək olar, amma artıq negativ hər hansı bir fikir deyildirsə, məsələn, bu insan hər hansı bir sözdə, məsələn, çox zəif insandır, demək istəyirsiniz. Axı zəif sözünə gəlib çıxıb artıq deyin. Deyə bilərsiniz ki, zəif bir insandır deyə düşünə bilərəm, amma hər kəs fərqlidir. Bunu qiymətləndirmək hal-hazırda mənim seçimim deyil. Yəni, istər-istəməz həm düşüncəni dəyişirsiniz, həm də avtomatik olaraq korreksiya verdiyinizə görə enerjini istifadə edirsiniz. Yəni, enerji bastırılmır, konfliktə keçmir. Həm ifadə edirsiniz, həm də düşüncənizi korreksiya etmiş olursunuz.